Salam dostlar, axşamınız xeyir. 1 yanvar 2026-cı ildə hər birinizi salamlayıram. Yeni iliniz mübarək olsun. Bu qoyunların üçü doğmuyor. Bir qoç, bir də 9 baş qoyun, yəni doğan qoyunlardır. Əvvəlcə buğda, arpa qarışıq. Yəni qoyunların hamısına bir yerdə, yəni 13 baş bir yerdə verəndən sonra doğmayan bir də qoçu çıxarıram çölə. Yerdə qalan, yəni doğmuş heyvanları əlavə bu vannada gördüyünüz kimi buğdadır, arpadır, kəpək, bir də buğda yemi. Yəni dördünü qarışdırıb, yəni bir su da əlavə edib qarışdırmışam. Səhər axşam yəni doğan heyvanlara verirəm ki, süd olsun, yəni quzuların inkişafı üçün. Yəni körpə quzular üçün süd, yəni birinci qida mənbəyi hesab olunur. İndi bu doğmayanları çıxaracağım çölə, yerdə qalan qoyunlar, yəni doğan qoyunları saxlayacağım. Bayaq videoda göstərdiyim o qarışıq yemləri qoyunların axırına tökmüşəm. Yəni burada olan qoyunlar 9 baş. Sırf yəni doğmuş qoyunlardır. Bu 3 doğmayan bir də qoçu bayaq da onların çıxartmışam bayıra. Qoyunlar yemi tam yeyəndən sonra quzuları bıraxacağım. Yemsinlər. Yəni bu yemləməni səhər axşam hər gün təkrar edirəm. Yəni qoyunlar da doğan qoyunlar 9 başlı, kuzu ise 10 başlı. Yəni bir dənə bu keçən videoda da demişəm. Ramanov qoyunun qarışıq dönməsidir. Bunun əkiz balası var. Qalan yerdə qalan qoyunlar yəni tək bala verdilər. Hal-hazırda da Gədəbəydə yəni bir keçən bazar gündən başlayaraq qar yağıb. Hava yəni hal-hazırda qarlıdır bayırda. Bu axırdan həm yem üçün istifadə edirəm, həm də otu da bu aralara yəni tökürəm, burada yeyirlər. Əlavə yer tutmaması üçün, həm də belə deyək, otu da çox itiyə getmir, yəni yerə tökmürlər. Demək olar ki, otun o xırdaları axırın içinə tökülür, qoyunlar oradan da sonra yeyirlər. Bir də bu qoyunlardan en son doğan quzunu hələ anasından ayırmamışam. 31 dekabrda 2025. Yəni hələ doğmuşdu. Bu biraz qaranlıq da. Bu qara qoyunun balası var bir də. Bu quzuları bura salıram. Tövlə 2 otaqdan elə ibarətdir də, quzulara məcbur otağın birində yəni yer kəsmişəm salafanla. Belə isti olsun deyə yerləri. Bu yerdə gündə bir dəfə təmizləyirəm. Saman tökürəm ki, altları quru olsun. Burada axırda da daş duz koymuşam. Yoncalarını axıra doldurmuşam. Yoncanın yəni güllü belə deyək də yumuşaq hissələrini qoyuram ki, rahat yeyə bilsinlər.
Su da koyuram. Səhər axşam sularını dəyişirəm. Bu da mineral duzdur. Bir de buğdanın qırmasıyla az miqdarda kəpəyi qat. Səhər axşam bunda dəyişirəm. Yesinlər deyə, yəni artıq süd əmməkdən başqa buzlar həm də yemlə, bir də qaba yemlə, yəni otla artıq xeyli vaxtı qidalanırlar. Buğda qırmasını da tərkibinə az miqdarda kəpək qatıram. Kəpək həzmi yüngülləşdirdiyinə görə. Bundan başqa tövlədə quzular üçün termometrlə asmışam. Yəni otaqdakı temperatura nəzarət eləmək üçün. Kuzuları saldım yerlerine. Koyunların otunu ahurlarına yerleştirdim. Bir tane içeride o, yani doğan koyunu bağısından saxlamışam. İndi kalan koyunları çölə çıxarmışam. İndi onları bırakacağım gelsinler. Sağ olun dostlar. Gelen videolarda görüşürüz.